Yolumuz devam edir. Qarabağ, Əsgəran. Gözəl təbiət, gözəl meşələr. Biraz arxadan gömür, ona görə yaxşı görsənmir. Yolumuz devam edir. O da Ağdamın Xasınsay su anbarı. Bu da gözəl meşələr. Ağdam rayonunda belə bir türbə var. Gəlib ora çıxmışam. Qutlu Musaoğlu türbəsi. Ora gəlib çıxmaq üçün çox uzun bir yol gəlir. Yolu da bir narahat yoldur. Ağdam rayonu, bu yanlarda Xocalı, Əsgəran, qabaqda da Xasınsay su anbarı, yolumuz Xasınsay su anbarındadır. Ağdam qədimi bir çınar. Bu da çox bir qədimi çinardır. Xasınsay su anbarının yanında yerləşir. Bu da gördüyünüz Xasınsay su anbarı. Xasınsay su anbarı, Ağdam. Ağdam rayonunda yerləşən Xasınsay su anbarı. Ora gəlmək fikrim var idi, axır ki gəlib çıxdım. Biraz yolları çətindir, palçıqlıdır, narahat yollardır. Gəlib çıxdım. Gəlib palçığa düşmüşük. Gördüyünüz kimi velosiped təmiz palçığın içində təkər velosiped yerimir. Palçıqlı yolla bax Xasınsay su anbarının yanından üstündən keçməliyəm o yana. Yolla bax belə palçıqlıdır. Bilmirəm hər yer çıxacaq. Bir təhər olsa geç çıxmalıyıq. Yolumuz devam edir. Daha bir Ağdamın kəndi işğaldan azad olmuş.
Hansı kənddir bilmirəm, amma onu bilirəm ki, Xaçınçay Sonbarının yanındadır. Ola bilsin, elə kəndin adı da Xaçınçay olsun. Velosipedtəki gördüyünüz kimi təmiz palçığın içindədir. Yollar əmələ gələsidir. Palçıq özündə palçıq olan velosipeddir. Xaçınçay Sonbarı, Ağdam rayonu. Bura kimi çox çətin ilə gəlmişəm. Palçığın içindən gəlmişəm. Velosiped yerimir. İndi bax o damlaya kimi bitərgə çıxmalıyam. Ondan sonra damlanı keçib, o yana yol olmalı, yola gedəcəm. Yolumuz davam edir, Ağdam rayonu. Palçıqlı yolu keçdik. Çünki deyəsən quru torpağa keçmişəm. Velosipeddə gördüyünüz kimi təmiz təkər palçıqdır. Ona görə də yerimir velosipedi. Bəs təmizləyə gedirik. Buralar da quraqlıqdır. Daha ikinə də yenə palçıq deyil. Lazımdır bir yaxşı yol çıxıb sürmək ki, bu təkər təmizlənsin. Yoxsa təkər palçıqda yerimir velosipedi. Aşağıda gördüyünüz Xaçınçay Sonbarı. Yolumuz davam edir, Xaçınçay Sonbarı. Axarki asfalda çıxdıq. Görə indi daxıdakı asfaltına gedəcək, yoxsa yox. Ağdam rayonunun işğaldan azad olmuş Əli Mədətli kəndi. Əli Mədətli kəndinin şəhidləri. Ağdam Əli Mədətli kəndi. Gördüyünüz bu yoldan da Kəkərliyə geçməliyəm, oradan da Ağdama. Yolumuz davam edir, Ağdam rayonu. Orada daha bir kənd var. İşğaldan asılı olmuş daha bir kəndi. Hansı kənd Ağdam rayonu. O dağların dibində yerləşir. Palçıqla qutarmışam. Təkərlərim yenə də palçıqdır. Gedək su maşında. Ona görə də biraz arada bir təkər ağırlaşıb palçıq tutub. Biraz çətindir sürmək. Biraz sürməliyəm ki, palçıqlar təmizlənsin. Yolumuz davam edir. Gördüyünüz bu yol yuxarıda da görsənən Ağdam rayonunun Mollalar kəndidir. İşğaldan azad olmuş Mollalar kəndi, Ağdam. Kəndin girişində də şəhidlərimiz. Allah şəhidlərimizə rəhmət eləsin. Davam edir. Ağdam rayonunun Kənkari kəndinə gedəcəyik. Oradan da Ağdam şəhərinə çıxarıq. Yolumuz davam edir. Ağdam rayonu. Gördüyünüzdə işğaldan azad olmuş Ağdam rayonunun Kürtlər kəndidir. Bu dağın oyunda yerləşir.
bu yolla da Qızıl Kənkərli o yolla gedib Ağdam şəhərinə çıxacaq. Ağdam rayonu yol qırağında belə bir köhnə qəbirstanlıq var. Burada qabağıma belə bir türbə çıxdı. Yazısı da var. Mən də adı nəylə gedir. Çünki oralar otluqdur. Yəni yolda yoxdur ki, ora çıxım. Buna görə elə buradan qıraqdan çəkib şey edirəm. Ağdam rayonunda yerləşir. Sizə göstərmək istəyirəm. Bax, gördüyünüz dağ zirvəsində belə bir kilsədir, məbəddir, belə bir şey var. Oraya həmişə çıxmaq istəyirəm, amma biraz çətin yerdədir. Hələlik gedə bilmirəm ora. Çünki onun üçün o dağın üstə çıxmaq lazım. Mənim yolunu tanımıram. Həm də bir yüksək bir yerdədir. İnşallah nə vaxt sonra çıxacam. Yolumuz devam edir. Yolumuz Ağdamın Qızıl Kənkərli kəndinədir. Bax, bu yol oraya gedir. Yol devam edir. Ağdam rayonu. Qızıl Kənkərli kəndi olmalıdır. Oraya gedirəm, oraya da baxarım. Ağdam şəhərinə çıxıram. Ağdam rayonunun Kənkərli kəndində daha bir türbə. Yolumuz yenə də bu gündədir. Yolumuzda hal-hazırda deyəsən Kənkərlinin özünə çatmışam. Kənkərli, Qızıl Kənkərli belə deyirlər. O belə bir şey, kəndin girişində türbə, qəbirstanlıqda yerləşən türbə. Bu da Ağdam rayonunun Kənkərli kəndi. Kənkərli kəndinin qəbirstanlığı, o da o türbə. Belə demək bir türbə. Buradan magistral yola çıxacaq, buradan da Ağdam şəhərinə gedirik.